Buyurun, ürək sözlərinizi deyin. Siz də xoş verdik, gördük. Allah canınızı sağ eləsin. Allah köməyiniz olsun. Mən çox xoşbəxtəm ki, Hüseyin qardaşımın oyunu iştirak edirəm. Mən onun böyük bacısıyam. Allah ən birinci Zahir Baxşəliyevlə razı olsun. Sizlərdən razı olsun ki, Zahir Baxşəliyev mənə çox qardaş olub, böyük dəstəyi olub. Azərbaycan xalqına, hər kəsə maddi cəhətdə, fiziki cəhətdə, mənfi cəhətdə kömək edib, var olsun. Sizi görmək məndən çox şadam ki, belə toyları çəkirsiniz. Arzum idi ki, sizi yaxından görüb, şükür Allah ki, arzuma çatdı. Subaylarınız üçün olsun. Bütün bu, Allah ən birinci başqa şəhərlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ən birinci onu deyərəm ki, siz hər şeyə layiq evladsınız. Hər şeyə, şükür Allah'a ki, bey ustalığında onu gördük. Allah bütün qardaşlarımızı qorusun. Mənim də qardaşım balalarını qorusun, bacım balalarını qorusun. Mən özüm Qusarlı qızıyam. Qusardanam. 38 ildə Zahir Baxşəliyev mənim ailəmi tapdı. Mən elə ailəvi demək olar ki, Zahir'ın böyütdüyü evlatlardan biri idi, Qobələ deyildi. Verdiyi tərbiyəni, kitabı verib varaqlamaq öyrətir. Özümün bir evladım var, Banu. Kukladır, qızınız kukladır. Aşıq olmuşam. Allah razı olsun, Allah razı olsun. Çox əziyyət çəkirəm o evlatım. 8-ci sinifdə oxuyur. Bir ana kimi mən ona, Allah təala bu gündən də ona qismət eləsin. Amin. Narahat olun. 11-ci sinifi qurtarmaz onu səndən alacaqlar. Allah xoşbəxt etsin. Atasız evladdır. Amma mən onu yetim böyüdüm. Çünki valla bir söz deyim, bir 18 yaşından yuxarı olsaydı, yəni operatorumuz var idi. Mən özüm belə aşıq olmuşam. Yəni sənin qızına belə bir oğul həqiqətən arzu edirəm. Allah bütün balalarımızı xoşbəxt eləsin. Amma mən yenə də deyirəm, Zahir Baxşəliyev orada bir mənim söz yoldu Qusarda. Dedi ki, arzu, getdiyimdə böyüdüyümə görə Lətafət Hüseynova gedir, amma belə arzu deyiləm. Amma dedi ki, özün oxumamısan da balanı oxu. Mən onun üçün yaşayıram. Mənim bütün xoşbəxtliyim onundur. Allah qorusun. Var Allah siması qədər kimi üzün, bəxtin də gözləyir. Amin, amin. Anaların sözümü buradan oldu ki, öz xoşbəxtlarına xət çəkib, balalarını xoşbəxt eləsinlər.